Salam şahitler, hoş gördük. Bu günlərim sizinlə ev kompaniyanın təşkil etdiyi buraxılış imtahanının 10-cu sinif üzrə riyaziyyatdan suallarına baxacaq. Videoya keçməmişdən qabaq kanalıma abunə olmağı, yorum yazmağı, bəyənməyi unutmayın. Kanal yenidir, dəstək olun. Başdan sizə təşəkkür edirəm. Başlayaq suallarımıza. Böyüdək. Birinci sualdan başlayaq. İlk sualımız gəldi. 61-ci sual. 350 ədədinin neçə sadə böləni var? Baxın, neçə sadə bölənlərin sayı uşaqlar müxtəlif sadə qrupların sayına bərabərdir. 350 ədədini burada qruplara ayıracaq. Buradan yazıram. 61. Rahat olsun. Yandan yazaq. 2'ye bölsək 100. 75. 5'e bölsək 35. 5'e bölsək 7. 7'ye bölsək 1. Deyək ki, neçə sadə böləni var. Neçə dənə müxtəlif sadə qrupu varsa, o qədər də sadə bölən var. Yəni ki, 3 dənə, 2, 5, 7. A variantı. Necə dəqiqə? Əbub 70-112-ni tapın. 70-i 112-ni qruplara ayıracaq və onların əbubunu tapacaq. Buradan yazaq. Yetmiş 2'ye bölünür 35, 5'e 7, 7'ye 1. 112'ni ayrı gruplarına. 112 2'ye 56, 2'ye 28, 2'ye 14, 2'ye 7 ve 7'ye 1. Bizden əbub istəyir. Əbub istəyəndə ortaq olan qrupları götürürük. 2'lər ortaqdır. Ondan sonra da 7'lər ortaqdır. Yani 2 vurulsun 7, əbubumuz olacaq 14. Cevap D variantı. Sonra 63. Diaqram əsasında NA üstəgəlsin NA birləşir B-ni tapın. Burada uşaqlar necə baxacaq suala? Burada NA elementin A çoxluğunun elementlərinin sayıdır. Baxın. A çoxluğu burada nəyə bərabərdir? 2, 3, 5 və 7'ye. Bir də ki, A birləşir B deyil. A birləşir B dedikdə buradakilərin hamısını götürürük. Buradakiler yani A birləşir B nə qədərdir? Hamısını götürürüm. 1, 2, 3, 4, 5 ve 7. 1, 2, 3, 4, 5 ve 7. Şimdi burada ne kadar element oldu? 4 tane. Burada ne kadar oldu? 6 tane. 4 tane 6'ını toplasam 10 tane cevap B variantı. Yani elə şahitler var ki burada mesela için A birləşir B deyək ki, onsuz A birləşir B-nin tərkibində vardı. Mən elə A birləşir B-ni götürsəm, yəni ki 7, 6 tane götürsəm bəs edir. Amma yox, ayrı-ayrı da yazılır burada. Aşağıdakılardan hansı həm 3'ə, həm də 5'ə tam bölünür? 5'ə bölünməsi üçün sonu 0 və 2 ilə bitməlidir. 0 və 5 ilə bitməlidir. D bəndi işarət edilmir, Y bəndi işarət edilmir. 3'ə bölünməsi üçün də rəqəmləri cəmi 3'ə bölünməlidir. Burada C bəndinin rəqəmləri cəmi 3'ə bölünür. Eləyir 9, 9 da 3'ə bölünür. Amma B bəndindən A bəndinin rəqəmləri cəmi 3'ə bölünməyəcək. 65. Deməli, A çoxluğunun NA bərabərdir 3 olaraq A çoxluğunun alt çoxluqlarının sayını tapın. Alt çoxluqlarının düsturu var idi. 2 üstü N. Yəni bərabərdir 2'nin kubu. O derece 8. 8 dənə alt çoxluğu var. 821 vur 207 hasilinin 4'e bölünməsindən alınan qalığı tapın. Belə misallarda bəzi şahidlər yenə nə edir? Götür bu ədədləri vərəqin solunda, sağında boş yer tapır. Oradan başlayır alt-alta vurmağa və bölməyə. Bu cür misalları deməli elə yazmaq üçün vermirlər. Yəni yoxlayırlar ki, görək şagird bunun qısa, asan yolunu bilirmi? Burada nə edirik? Biz 4'e bölünmənin qaydasını bilirik ki, ədədin son 2 rəqəmi 4'e bölünsə də tam bölünəcək. Onda son 2 rəqəmləri 4'e bölüb qalıqları götürəcəm.
Buradan 21'i 4'ə bölüb qalığı götürürəm. 21'i 4'ə bölsəm qalıq neçə qalacaq? 1 qalacaq. Buradan da son iki rəqəm 0,7. 7'ni 4'ə bölsəm neçə qalıq qalır? 3 qalıq qalır. Biri də 3'ə vuranda 3. Elə 3 qalıq qalacaqdır. Əgər 4'dən böyük ədəd alınsaydı, aldığımız ədəd təzədən bir də 4'ə bölüb, oradan biz qalıq axtaracaqdıq. İndi keçək 67-ci suala. Bu ədədlərdən neçəsi deyir qarşılıqlı, neçəsi sadədir? Baxırıq, bir nə sadədir, nə mürəkkəbdir? 3 sadədir. Cütlər həmişə mürəkkəbdir. 8 çıxdı, 45 mürəkkəbdir, 51 mürəkkəbdir, 73 sadədir, 91 mürəkkəbdir, 97 sadədir. Demək neçəsi sadədir? 1, 2 və 3 dənəsi sadədir A variantı. Keçək növbəti sualımıza. 68. Bu çoxlulardan deyir ki, M çıx N-i tapın. Şartları M çıx N demək ki, M çoxluğunda olub, N çoxluğunda olmayanları götürürəm. Baxın, bir hər ikisində var. Yəni, bir N çoxluğunda da var. Biri çıxdım. Sonra B N çoxluğunda da var. B-ni də çıxdım. Amma A-dır, 4-dür, 7-dir. Bunlar heç biri N çoxluğunda yoxdur. Demək, neçədən olacaq? Yəni, A, 4, bir də 7. Yəni ki, 3 dənə cavab D variantı. Sonra 69-cu sual. Bu ifadənin qiyməti tək ədəd olarsa, aşağıdakilərdən hansının qiyməti təkdir? Demiş ki, təkdə və cütdə qüvvətə baxılmır. Qüvvətin rolu yoxdur. Yəni, buradakı kvadrata mən baxmayacam. Onda 3A üstəgəl 1-ə baxacam. Nəyə qərabədir? Təkə. Burada 1 nədir? 1 təkdir. Nəticə də təkdir. Onda təkin üstünə gəlsəm tək eləyəm. Cütün üstünə tək gəlsəm tək eləyər. Düzdürmü? 3A da cütdürsə, 3 təkdir. Demək, A cütdür. Yəni, 3-ü mən tutaq 2-yə vursam cüt ədəd alaram. Demək, A nədir? A cütdür. Onda hansı təkdir? Variantlarda A-nın yerinə cüt ədəd qoyub baxıram. Məsələn, A bəndində 2 üstəgəl 2 cüt eləyər. B bəndində 2 üstəgəl 3 eləyəcək 5 tək eləyəcək. B variantı. Yəni, özündən yerinə qiymət qoyuram. C bəndi cütlə cütü toplayıb cüt eləyəcək. Y bəndində cütü vurduğuna görə cüt eləyəcək. D bəndində də zaten bunlar cütlər cavab cüt eləyəcək. Keçdik növbəti suala. Bu aralıqların deyir kəsişməsi tapın. Şartda bunun ən rahat yolu ədəd oxudur. Baxın, ədəd oxunu çəkirəm. İndi, buradakı ədədləri qeyd edirəm. 1, 4, 15, 9, 1. 1 daxil deyil bura. 4 daxildir, qaralıyaq. 9 da daxil deyil. 15, 9 daxildir. 15 də daxil deyil. 1-dən deməli 9-a, 4-dən 15-ə. Bizə deyir ki, kəsişməsini tapın. Kəsişmə nə deməkdir? Orta bulanda. Bax, bu aralıqları mən belə çəksəm, yəni burada 1-dən 9-a bu aralıqdır. 4-dən 15-ə də bu aralıqdır. Kəsişmə hansı hissəyə düşdü? Baxın kim göründü? Kəsişmə hansı aralığa düşür? Bax, kəsişmə deyir bu aralığa düşür. 4, 9 aralığına. Düzdürmü? Cavab olacaq B variantı. 4, 9. Yəni, belə misallar verəndə yadınıza qalsın. Kəsişməsini deyəndə ən böyükdən ən kiçiyi atın. Bax, kəsişmə deyəndə ən böyük 15, ən kiçiyi 1 atın. Digər ikisini götürün və mörtəzələrini 1-ə götürürsünüz. Yəni, 4, 9 buradakı mörtəzələrini 1-ə. Birləşmə desəydi, ən böyükdən ən kiçiyə götürəcəkdim. 15, 1-dən 15-ə. Məsələn, C bəndi bunların birləşməsidir. Ən kiçik 15 olan 3 ardıcıl tək şınaltı ədədinin cəmini tapın. Ən kiçik 15-dirsə, toplayıram da 15, növbəti 16-dır. Ondan sonra 3 ardıcıl tək deyir, həm üzvlü sayın tək deyir burada. 15, 17 və 19. Ardıcıl getdiyinə görə ortadakının sayılarına vursaq, bizə cəmi verir. Yəni 17-ni 3-ə vursam, bu cəmi verir mənə. O da neçə yer? 51. Cavab eləndir. Kütülənmiş hissəni tapın. Gəlin bir-bir burada variantlara baxaq. Belə suallarda ən rahat variantı bölünür. A bəndində deyir ki, hər üçünün kəsişməsi. Hər üçünün kəsişməsi, bax, bu hissəyə düşürdü. Bu hissəyə. O uyğun gəlmir, getdi. B bəndində deyir ki, C çoxluğundan çıxacağım. A ilə B-nin kəsişməsini. Yəni, A ilə B-nin kəsişməsi bu ortadakı hissədir. Buradan C-ni çıxsaydım, C-dən bunu çıxsaydım.
Bax, bu kənardakı bu hissələr var. Bunlar da rəngli olmalıydı. Amma rəngli vermir. Bu da səhvdir. C bəndində C kəsişir A çıxı B fərqi ilə. Bu doğrudur. Baxın, burada A çıxı B hansı hissədir? Bax, bu hissə A çıxı B-dir. Bax, bura A çıxı B-dir. Və bunu C ilə kəsişdirib. Bəli, C ilə kəsişdirsə, bax, ancaq buradakı bu hissələr alınacaq. Rənglədiyi hissələr. C bəndi doğrudur. Digər variantda da səhvdir. Yəni, burada cavab oldu C bəndi. 73. A-ədədi ən kiçik mürəkkəb ədəd olarsa, ən kiçik mürəkkəb ədədimiz hansıdır? 4-dür. Yəni, A 4 olarsa, ədədimiz olacaq neçə? 54. Hansına bölünmür deyir. Baxıram, 54 18-ə bölünür. 6-ya bölünür, 9-a bölünür, 27-yə bölünür, amma 54 8-ə bölünmür. Cavabımız olacaq 8. P və Q çoxluqları üçün P 10-dur, Q 6-dır. P birləşik Q-nin ən böyük qiyməti necədir? Uşaqlar, belə misallarda ən böyük qiymət deyəndə bunların kəsişmədiyi halını götürür. Yəni, heç bir ortaq elementlər yoxdur. Yəni, hər biri ayrıdır. Bax, müstəqil çoxluqdur hər biri. Heç bir ortaq element yoxdur. Bu elə bir ki, 10-dur, bu da 6-dır. Toplayırıq nə verir bizə? 16. Cavab 16. 75. Desəydə ən kiçik qiymətdə isə əgər belə sualda ən kiçik soruşsa, onda böyüyünü götürürük. Yəni, Q-nü P-nin alt çoxluğu kimi götürürük. 75. M ədədini 8-ə böldükdə qalıqda alınan 5-dir. Bu tip misallarda həmişə ədədin yerinə qalığın götürürük. Yəni, M-in əvəzinə mən onun qalığını götürürəm, 5-i götürürəm. 8-ə böldükdə qalıqda alınan 5-dir. 3M üstə gəl 4 ədədinin 6-ya bölünməsindən alınan qalığı tapın. M-in yerinə 5 qoyub hesablayıram. 3 vur 5, üstə gəl 4. 15-in üstünə 4 gələndə 19. 19-u da 6-ya bölürəm, qalığı götürürəm. Düşür 3 tam, qalıq neçə olur? Burada 3 tam düşür. Qalığımız nə olur? Qalığımız olur 1. Cavab 1. Keçək növbəti suala. Yəni, asan suallardır. Çoxluq onsuz 5-ci sinifin mövzusudur. N-A 6-dır, B çıxılsın A 4-dürsə birləşmən. Baxın, şagirdlər, bu düsturdur. N-A birləşir B bərabərdir. Bərabərdir. N-A üstə gəl N B çıxılsın A. Bu düsturdur. Yəni, 6 üstə gəl 4 bərabərdir 10-a. Cavab elədi nə? 10. Burada B-ni verib B çıxılsın A-nı da versəydi, B və A çıxılsın B-ni versəydi, yəni bundan digərini halını. Yəni də birləşməsi onların cəmlə bərabərlardır. Yəni burada N-A, M-B-ni versəydi, burada N-A çıxı B-ni versəydi, belə A çıx B. Yenə də bunların cəmi bizə birləşməni verir. Bunda A üstə gəl B cəmi tap, bunu açacaq. A üstə gəl A, B nə deməkdir? 10A üstə gəl B. Sağ tərəfdə vurub açıram. 3B çıxılsın 6A. İndi 6A keçir 10A-nın yanına. 10A üstə gəl 6A. Bərabərdir. 3B-dən də B-ni çıxıram. Düzdür? 16A bərabərdir 2B-yə. Hər tərəfi 2-yə bölürəm. 8A bərabərdir B-yə. Burada A ilə də B şagirdlər. A ilə B. Bir dəqiqə. Biraz yaxşı yazmam. Burada A ilə B, yəni burada belə alırıq. 8A bərabərdir B-yə. A və B burada hər biri bir rəqəm ifadə edir. Onda burada yeganə qiymətimiz nə olur? A1 olacaq. 8-i də 1-ə vursam nəyə bərabər olacaq? 8-ə. B də 8 olacaq. Yəni A1-dir. B 8-dir. Mənə deyir ki, A üstə gəl B cəmini tap. 1 üstə gəl 8 bərabərdir 9. Cavab olacaq burada nə? Cavab olacaq 9. Buradan qıraqdan yazaq. 9. 40. 78. 40 və 70 ədədlərinin ortaq olmayan sadə qrupların hasilini tapın. Ortaq olmayan sadə qrupların hasilini qruplarına ayırırıq. Ortaq olmayan qruplarını götürürük. Məsələn, 40-ı qruplarına ayırıram. 2-yə 20, 2-yə 10, 2-yə 5, 5-ə 1. 72-ni qruplarına ayırıram.
72'nin gəlin buradan ayrı gruplarına bu da genişdir. 2'ye 36, 2'ye 18, 2'ye 9, 3'e 3, 3'e 1. Bize deyir ki, ortak olmayan sadə qrup, ortak olmayan, baxın, burada deməli, 2'lər ortaqdır, getdi. 2'lər ortaqdır, getdi. Bu 2'lər də ortaqdır, getdi. Fikir verirsiniz, bu 5 ilə, bax, bu 3'lər ortaq deyil. Yəni, 5 vurulsun, 3 vurulsun, 3, 5 və 9'un 45. Burada cavab oldu nə? Cavab oldu 45 burada. Belə. Və yaxud da ki, belə deyə bilərdik. Bunu 4'ün, bu 4'ün 10'adır, bu 4'ün ortak grupların götürsək bunu neçəyə bölünür? 4'ə bölünür, 18, 4'ə 10. 8'ə bölünür də 5 düşür, 8'ə bölünür, 9 düşür. Yəni 5 ilə 9'un 45, bəli, düzdür. Belə də 8'ə bölünən atomun qismətdə 13, qalıqda 7, birini tapın. Bəli, deməli, qalıqlı bölmədə bölünən bərabərdir. Bölən vurulsunun atomun qismət üstə gəlinsin, qalıq. Yəni 8 vurulsun 13, üstə gəlinsin 7. 8 13'ə vursam eləcək 104, üstünə də 7 gəlsə nə olacaq? 111 olacaq. Burada cavab oldu 111. Keçdik növbəti sualımıza. 81. Əçob 20-45 böl əbob 20-45. Eyni ədədlərin əçobunu əbobuna böləndə onların ortaq olmayan sadə qruplarının hansına bərabərdir? Bax, bu düstur bərabərdir nəyə? Bərabərdir C-yə. Ortaq olmayan qruplarının. Birbaşa yazacağım burada qısa yolla. 20 nəyə bərabərdir? 20 bərabərdir 4'ün 5'ə. 45 nəyə bərabərdir? 9'un 5'ə. Baxın, 5 ortaqdır, düzdür. Ortaq olmayan qruplar hansılardır? 4 ilə 9. 4 vurulsun 9 bərabərdir cavab 36. Sonra 82. A və B çoxları üçün n B çıx A bərabərdir 2 n A birləşir B olduqda diaqram əsasən n A-nı tapın. Hə, olarsa n A-nı tapın. İndi baxın, uşaqlar, gəlin bunu açaq, buradan rahat yazaq. Aha. İndi baxın, burada necə yazaq? Burada bizə deyir ki, n A bizdən axırda n A-nı soruşur. İndi biz bunu belə düstur Euler-Venn diaqramıyla əgər yazılsa olsaq, Euler-Venn yazsaq 82 tapın. Gəlin Euler-Venn-dən göstərək. Ən rahat formula. Burada biraz aləm qarışıb Euler-Venn rahat görünəcək. A-dır, B-dir. Bizə deyir ki, A çıxılsın B-ni vaxtdan göstərir. A çıxılsın B neçədir? 7'dir. A çıxılsın B, yəni bax, bura 7'dir. B nə qədər? B də ümumilikdə 12'dir. Sonra deyir ki, n B çıxılsın A bərabərdir. 2 vursun n A kəsişir B. Yəni burada n B çıxılsın A əgər n B çıxılsın A, n A kəsişir B. N A kəsişir B, mən n desəm, bu olacaq nə? 2n, 2 misinə bərabərdir, düzdür? B çıxılsın A haradır bura? Bu hissədir, 2n. Kəsişmə haradır? Buradır, n. Bu ikisində cəmi bizə nə verir? B-ni verir də, 12'ni verir. Yəni 3n bərabərdir 12. Bax, bu ikisinin cəmi 3n, 12'ni verir. N bərabər nəyə? 4'ə. Bizə deyir ki, A çoxluğunu tap. N 4'sə, bax, bu ortada 4'də, düzdürmü? 4, 7. A nəyə bərabərdir? 7 üstə gəl 4, 11'ə. Cavab elədi nə? 11. Keçdi 83'ə. 72'dən natural bölənlərinin sayını tapın. Natural bölənlərin sayını tapılması necə idi? 72'ni qruplara da ayırmağı bilirik.
Mən birbaşa yazacağım. 72 nədir? 8 dəfə 9'um. 8 2'nin kubudur. 9 da 3'ün kvadratıdır. Natural bölənlərdir. Natural bölənlərin sayını tapmaq üçün bunların hər birinin qüvvətini 1 vaid artırırdım və bir-birinə vururdum. Yəni n bərabərdir. 4 vurulsun 3, o da eləyir 12. Yəni cavab oldu 12. 84'e bax. S və T çoxluqları üçün S T'nin alt çoxluğudur. 2nt 5n-s'ə bərabərdir. Baxın, burada 2nt 5n-s'ə bərabərdirsə çarpılır. Burada nt bərabərdir. T çoxluğu bərabərdir 5'ə. N-s də bərabərdir nəyə? 2'yə. Və bizə deyir ki, S T'nin alt çoxluğudur. Alt çoxluğu olduğu üçün bunun S'in tərkibindəki bütün elementlər T'nin tərkibində var. Onda N, T çıxılsın S elə bərabərdir bunların fərqinə. 5 çıxsın 2 bərabərdir 3'ə. Yəni burada cavab oldu 3. 85 və ən axırıncı sualımız şagirdlər. Axırıncı sualı izah eləmişdən qabaq bir daha xatırladım. Kanalıma abunə olun, yorum yazın, bəyənin və nə qədər izləsəniz o qədər də mənim kanalıma dəstək olmuş olursunuz. Kanalım önə çıxmış olur. Tamam, axırıncı sualımıza baxaq. A 30'dur, B'də 70'dir və deyir ki, bunların müxtəlif sadə vuruqları elirvində verir. Müxtəlif sadə vuruqların verir bizə, düzdür? Bunların vuruqlara ayırsam mən, elə birbaşa ayırıram. Yəni 30 nəyə bərabərdir? 2, 3 və 5'ə. 70 nəyə bərabərdir? 2, 5 və 7, düzdür? Müxtəlif elirvən diaqramında göstərmiş. İşlənmiş hissədə ədədlərin hansını? İştirilənmiş hissə orta olan ədədlər vuruqlardır. Orta hansılardır bu da? 2'lərdir, bir də 5'lərdir, düzdürmü? 2'nin də 5'ə vuranda nə verəcək? Bizə 10 verəcək. Demək ki, bu sualın cavabı oldu 10. Nə qədər səhviniz düzgün çıxdı? Deməli, aşağıdan yazarsınız, fikirlərinizi bildirərsiniz. Hansında səhv eləmişsiniz, hansı səhvlər eləmişsiniz və ümumiyyətlə video haqqında yorumlarınızı bildirərsiniz. Oldu, sağ olun.